toy ağası, yəni qurultay ağası, səs çoxluğu ilə seçilmiş ağa deyilirdi. Və biz Deok sözünün bənzərini Sakların ilk atasının adında görürük. Herodot Sakların ilk atasının ya Herakl və digər rəvayətə görə isə Targitay kimi ifadə olunduğunu görürük. Herakl sözü bizim bildiyimiz Koroğlu sözündən başqa bir şey deyil. Koroğlu sözü haqqında çox danışmışam. Qısaca bunu deyim ki, qor sözü türk dilində günəş mənasına gəlir və həmçinin qor kültürü rəhbər, hakimiyyət mənasına gələn bir kök olmuşdu. İndi Avropa dillərində olan kral, korona sözü və bizim dilimizdə olan Dədə Qorqud və Koroğlu sözü rəhbərliyi, hərbi rəhbərliyi, inanc rəhbərliyini bildirən adlar olmuşdu. Herakl və Koroğlu sözü Saklarda onların atalarının adı kimi qarşımıza çıxır. Lakin başqa bir rəvayətə görəsə, demək Sakların atası Targitaydır. Targitay da əslində türk və tay sözündən başqa bir şey deyil. Yəni tay artıq dediyim kimi toy sözüdür, seçim deməkdir, birlik deməkdir və türk tay yəni seçilmiş türk deməkdir. Targitay demək nə imiş? Seçilmiş türk deməkmiş. Və biz Midiya şahının növbətçisinin adının Privart kimi yazıldığını görürük. Dilçilər bunu ola bilsin ki, İran dilində olan Faravit, yəni seçilmiş müqəddəs mənasına gəldiyini qeyd edir. Mənsə bu sözü pir və baş sözlərinin birləşməsindən daha sonra son sının rıtı keçidi ilə privat kimi fars dilində yazıldığını göstərirəm.